Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullah. Allah ibadət itaətlərinizi qəbul etsin, oruc namazlarınızı qəbul etsin. Selamun aleykum. Selamun aleykum və rəhmətullah. Allah köməyiniz olsun. Allah sivar eləsin. Yenə də Allah fürsət yaratdı ki, sizinlə birgə insanların xidmətində olaq. Deməli, biz dinin ən mühüm, ən prinsipial mövzusunu açmışdıq. Tövhid bəhsini və neçə söhbətdir ki, o vaxt eləyirik və mənə elə gəlir ki, elə bu söhbətlər davam etməlidir. Çünki bəzən haqsız olaraq bizə irad tuturlar ki, güya biz tövhiddən danışmırıq. Bu da bizim yəni də zəif nöqtəmizdir falan. Amma əslində isə heç də elə deyil. Əslində bizim söhbətlərimizin hamısı tövhidə qayıdır. Tövhidin izahıdır, Allahın sifətlərinin, onun adlarının izahlarıdır hamısı. Ümumiyyətlə, Quran-ı Kərimdə nə varsa hamısı Allahın adlarının izahlarıdır, Allahın feillərindən danışır. Bu da tövhiddir. Və mən istəyirəm ki, bugün Həşr surəsinin son 3 ayəsindən danışaq ki, orada Allahın müqəddəs adları və sifətləri qeyd olunmuşdur. Surəsinin özəlliyi ondan ibarətdir ki, təsbihlə başlayır, təsbihlə də qutarır. Təsbih dedi, cəmaat elə biləcək ki, o zikir deyən təsbih. Yəni, təsbihat da Allahın təqdisi, Allahın şəninə təriflərin deyilməsi ilə başlayır. Həmin sənə ilə başlayır və o cür də bitir. Yəni, əvvəli də o cür Əl-Azizul Həkimlə başlayır, Əl-Azizul Həkimlə də bitir. Buyurun Allah, sizi dinləyirik. Bismillahirrahmanirrahim. Bəli, buyurduğunuz kimi tövhid barəsində çox ittiham olunuruq. Bu ittihamlar əsassızdır, düzdür. Amma biz adətən bu üsul-i-din mövzularını muizələrə salmırıq. Biz onu dərsliklərdə keçirik və bəziləri elə bilir ki, bizdə tövhid yoxdur. Əhl-i-Beyt əleyhissalamın təqdim etdiyi tövhid beyin sındıran tövhiddir. Yəni, ötəri dayaz düşüncə ilə həll olunan tövhid deyil. Güclü beyinlər, müdrik beyinlər bunu tuta bilir. Quranda deyilir ki, xüsusi adamlar, xüsusi adamların ağlı bəzi şeyləri dərk edə bilər. Ya deyilir ki, Allah'tan yalnız alimlər qorxar. Bunlar göstərir ki, insan çox dərin olmalıdır bəzi mövzuları anlamaq üçün. Elə səhvləmirəmsə, İxlas surəsinin təfsirində İmam Səccəd əleyhissalamdan soruşurlar ki, Allah nə üçün İxlas surəsini nazil edib? Çünki Allah bilirdi ki, axır zamanda, gələcəkdə çox ağıllı, dərin düşüncəli insanlar olacaqlar. Ona görə onların ağlına uyğun İxlas surəsini nazil edib. Təbii prosesdə bütün elmlər başlananda indiki durumdan daha zəif idilər də, ən azından universallıq baxımından. Amma indi artıq bəsitdən mürəkkəbə doğru sanki gedir və inkişaf etdikcə, üzə çıxdıqca insan heyrətlənir. Texniki elmlərdə olan inkişaf, hamısı onu göstərir ki, elm inkişaf edir. O cümlədən dini elmlərdə də dini təfəkkür şərt olan elmlərdə. Məsələn, bir var, bəzi prinsipal qanunlar qoyulub Quranda, hədisdə, o da dəyişilməzdir. Amma bəzi şeylər araşdırmalar nəticəsində üzə çıxır və bu da dini dəyişmir. Dinin nə demək istədiyi barəsində mübahisə gedir. Ki, nə demək istəyirdim burada? Tövhid barəsində də yəni biz Allahın varlığının sübutundan bir neçə həftə öncə danışdıq. Allah Taala'nın tövhidindən, təkliyindən danışdıq bir bəzi ayələrin işığında. Fitrətdə Allah-şünaslıq ayələrindən danışdıq. İndi də deyəsən belə qərar gəlmişik ki, Allahın sifətlərindən danışalım. Allahın xüsusilə zati, feili sifətlər. Bu baxın. Həşr surəsinin sonuncu ayələri bir-biri ilə sıx əlaqədardır.
Başlayaq 21-ci ayədən. Bəli. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ləv ənzəlnə həzəl Qur'anə alə cəbəlin. Əgər biz bu Qur'anı bir dağa indirsəydik, lərəaytəhu xaşiən mutasaddian min xəşyətillah. Görərdin ki, Allahın qorxusundan xuşu eləyir və təzim eləyir həmin dağ. Bəli. Buyurur, diqqətiniz dağa yönəlməsin. Və tilkələ misalu nəzribuha linnəs ləalləhum yetəfəkkərun. Mutasaddian yəni parça-parça olar. Təfəkkür edəsiniz deyə mən bu misalları sizin üçün çəkirəm. Sanki bir sual yarana bilər ki, bu Qur'an dağa endirilsə, niyə Allah Taala'nın xəşyətindən, qorxusundan darmadağın olar, təzim edər, yəni sınar, zəll olar? Onun sanki cavabını verir növbəti ayədə. Buyurur, çünki huvallah, o Allahdır. Qur'an-ı Kərimi göndərən Allahdır. Allahın əzəmətindən o darmadağın olur. Hansı Allahdır? Başlayır sifətlərini saymağa. Əlləzi, o Allahdır ki, la ilahə illahu. Ondan başqa Tanrı yoxdur. Burada biz görürük ki, Allah Teala özünün tanrılığından, ərəb termini ilə desək, uluhiyyətindən danışır. Məbudluğundan danışır. Ki, bütpərəstlər arasında bu aktual idi. Onlar öz bütlərinə tapınırdılar. Öz bütlərinə məbud hesab edirdilər. Tanrı, ilah hesab edirdilər. Ona görə də onların arasında aktual olan mövzudan danışır və onların xəyali tanrılarını rədd edir. La ilahə illahu buyurur. Yalnız o layiqdir ibadət olunmağa. Qalanlara ibadət etsəniz də yalandan ibadət edirsiniz. Əslində Tanrı deyirlər. Bu la ilahə illahu bir istiqamətdə anlaşılmamalıdır. Tanrının tanrılığı məhdudlaşdırılmamalıdır nələrəsə. Ki, burada Tanrı desin sözünü. Burada mən deyim, Tanrıya icazə verməyim deməyə. Yox, belə şey yoxdur. La ilahə illahu. Heç kəsin nəfsi, heç kəsin məntiqi, heç kəsin düşüncəsi, dominantlığı, heç kəsin səltənəti, sultanlığı bu la ilahə illahuvəyə təsir edə bilməz. Yəni o tanrılıq və məbudluq əhatəsində o qırmızı xəttdir. Kəlimətü la ilahə illallah hisni. Fəmən dəxələ hisni əminə minəzəbi. O bir möhkəm qaladır. Orada daxil olma olmaz. Yəni oranı məğlub etmək üçün daxil olmaq olmaz. Yoxsa ki, hamı orada daxil olmalıdır. Sığınmalıdır. Bəli, birinci sifəti odur ki, Allahdan. İndi biz bu mövzu, bu ayələrin hər hissəsi haqqında yəni günlərlə danışa bilərik. Ola bilər, əksər tamaşası kütləsi yorulsun, bu biraz dərin gəlir, söhbətlər olacaq. Ona görə biz çox mövzulara keçmirik. İkinci sifət kim buyurur? Alimul qeybi və şəhadə. Allah Teala qeybi də bilir, şəhadəti də bilir. Yəni, qeybdə olanları da bilir. Gizlində olanları. Gizlində olanları da bilir. Məxfi olanları da bilir, aşkar olanları da bilir, zahir olanları da bilir. Hər şeyi bilir. Hər şeyi bilir. Burada məqsəd bu alimul qeybi və şəhadə, qeybi bilir, aşkarı bilir sözündən məqsəd bizim baxış bucağımızdan qeyb adlanan mövzulardır. Allah üçün qeyb yoxdur. Yəni Allah üçün hər şey aşkardır onun zaten. Ümumiyyətlə, hələ Allah üçün sözün qoya kənara, Samir müəllim, bir nəfərin biliyi ilə predmetin qeyb olması mümkün deyil uzlaşsın. Mən bunu bilirəmsə qeyb deyil. Qeybdirsə mən bunu bilmirəm. Yəni belə deyil ki,
bir çox şeylər bizə qeyb olduğu kimi, məxfi qaldığı kimi Allaha da məxfidir, amma Allah onu bilir. Belə şey təsəvvür olunmur. Allah üçün məxfi yoxdur. Ümumiyyətlə, alimlər buyururlar ki, təfsir alimləri, bir mütləq qeyb var, bir mütləq aşkar var. Mütləq aşkar dünyadır, bu həyatdır. Hiss orqanları ilə duyulur, anlaşılır, bilinir. Mütləq qeyb Allah Cəllə Cəlaluhdur. Onun zatıdır. O elə bir mütləq qeybdir ki, heç vaxt dərk olunmuyub, dərk olunmur, dərk olunmayacaq. Nə dünyada, nə ahirətdə, nə qiyamətdən. Yəni o Əmir əl-Mömin əleyhissalam ki buyurur, mən görmədiyinə ibadət edən deyiləm, amma iman həqiqəti ilə görürəm, bəsirətlə, bu gözlə yox. Bəli. Və əleyhissalam ki buyurur, ləv kuşifəl ğita'u məzdəttu yəqina. Əgər pərdələr açılsa mənim elmimə, elə belə elmimə yox, yəqin həddində bildiyim elmimə heç nə əlavə olmayacaq. Həmin əleyhissalam buyurur ki, Nəsir Bəlağədə buyurur ki, Allah Taala'nın o künhünə, əsl həqiqətinə heç kəsin yolu yoxdur. Heç bir iradənin çatma imkanı yoxdur. Yəni, o Əli ki, hər şey aşkardır onun üçün, o Əli buyurur ki, ora qadağan zonasıdır. Allahın zatı Cəllə Cəlaluh, kunhizat, ora qadağan zonasıdır. Ora heç kəsə aydın olmayacaq. Çünki oranı əhatə etmək mümkün deyil. Biz ancaq Allah-Taala'nın sifətlərini anlaya bilərik. O da özümüz boyda. Yoxsa ki, Allah-Taala'nın zatı ora toxunulmaz məqamdır. Heç bir peyğəmbər, heç bir imam, heç bir məsum, heç bir mələk ona vaqif deyil. O mütləq qeyblə, mütləq aşkarın arasındakılar nisbi qeyblərdir, nisbi aşkarlardır. Məsələn, bəşər üçün qeyb olan şeylər Allah Teala üçün aydındır. Hacı, o Allah Təbarək və Teala bu qeybi bilmə və öz elminin o izahını vermək üçün bəzən görürsən ki, bəzi ayələr, bəzi ifadələr işlədir ki, biz başa düşək ki, yəni Allahın elmi, Allahın biliyi və Allahın görməsi nə dərəcədədir? Məsələn, buyurur ki, وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمْهَا إِلَّا هُ. Yəni, qeybin açarları onun yanındadır. Onu ondan başqa heç kəs bilmir. وَيَعْلَمْ مَا فِي الْبَرِّ وَالْبَحْرِ. Quruda və dənizdə nə varsa hamısını bilir. مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمْهَا. Yəni, dünyada, meşələrdə, meşələrin dərinliklərində düşən hər bir yarpaq, elə bir yarpaq, düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Sonra buyurur ki, وَلَا رَتْبٍ وَلَا يَابِسٍ إِلَّا فِيهِ. İstər bu quruda olsun, istər ya elə quru olsun, yaş olsun, hər şeyi bilirdi. Hər şeyi bilir. İstisnasız. İlla fi kitab. Onun, yəni o kitabında, o elmində hamısı qeyd olunur. Yəni nə qədər qum dənələri var, nə qədər qar dənələri var, onların formaları, bilirsiniz niyyədir? Çəkilər nə qədər, düşdüyü yerə qədər, gəldiyi hamısını bilir. Bu o deməkdir ki, yəni Allah üçün heç bir şey gizlin deyil və hər bir şey onun huzurunda və onun necə ifadə edə bilmirəm o sözü. Yəni hər şey onun çünki önündədir. Çünki özü yaradıb. Allah Taala'nın bilməsi bu deyil ki, aləmdə nələrsə var və Allah Taala onları bilməyə çalışır. Belə deyil ki, özü hər an yaradır. Kullu yevmin huve fi şən. Kullu yevmin huve fi şən. Hər an yaradır. Özünün əlindədir. O bəzi daşlar var, qəmbər daşlar, onu çəkiclə zorla sındırırlar. Sındırandan sonra görürsən, içində bir böcək yaşayır. Onun havası necə gedir, suyu necə gedir, qidası necə gedir. Allah Teala onu da, yəni bizim üçün qeyb olanlardır. Biz deyirik, daşın içində o necə olacaq. Amma Allah Teala üçün necə qeyb deyil. İndi bu uzun söhbət ola bilər ki, qeybin mərtəbələri, hansı mərtəbələrdə qeyb icazə verilib, Allahın özəl bəndələri bilsin, hansı icazə verilməyib və s. və ilə axır. Bu başqa mövzudur, öz mövzu deyil.
Amma bunu deyək ki, əgər Allah Teala buyurursa və in min şeyin illa indana xəzainuh, yaratdığım hər şeyin xəzinələri mənim yanımdadır. Siz nəyə şeyun deyə bilirsinizsə, vardır deyə bilirsinizsə, istisnasız. Hamısının xəzinəsi yox, xəzinələri mənim yanımdadır. Yəni sizə gəlməmişdən öncə mənə gəlir. Hətta bu mövzu ki var, niyə Allah Teala qeybi qabağa salır? Alimul qeybi və şəhadə. Niyə belə buyurur? Əvvəl qeybi deyir, sonra. Bir neçə vəcih deyirlər buna görə. Biri bundan ibarətdir ki, qeyb aləmini bilən, aşkar aləmini zaten bilir. O üstünlüğü təşkil edir. Digər bundan ibarətdir ki, aşkarlıq aləminə, şuhud aləminə gələnlərin mənbəyi qeybdir. Oradan gəlir. Onu bilən buranı daha rahat bilir. Çünki mənbə oradan. Çünki buranın qaynağı oradır. Buranın qaynağı oradır. Qeyb daha əhəmiyyətlidir. Çünki qeyb aləmi reallıqdır. Bura kimi təxəyyül, fanilik aləmi deyil. Orada həqiqətlər, sabit həqiqətlər aləmidir. Yəni, bu da göstərir ki, qeyb aləmi daha mühümdür. Amma bizim üçün qeyb olan aləm. Allah Teala üçün heç nə qeyb deyil. Yəni, biz desək ki, Allahın qeybi var, amma indi Allahın bir xüsusi binoklu var, oradan baxır. Belə şey deyil. Allah Teala üçün heç nə qeyb deyil. Hər şey aşkardır. Buyurur, bu da bir sifəti idi. Buyurur, Huvar Rəhmanur Rəhim. Allah Teala rəhmandır və rəhimdir. Yəni, Allah Teala dünyada istənilən insana mərhəmət göstərir. Belə ki, dinindən asılı olmayaraq, məzhəbindən asılı olmayaraq, mövqeyindən asılı olmayaraq, niyyətindən asılı olmayaraq, hansı istiqamətdə zəhmət çəkirsənsə, o istiqamətdə Allah mükafatını verəcək. Allahı qəbul etməyən birisi və yenə elmi sahələrdə ixtira eləmək üçün, kəşf eləmək üçün var qüvvəsini sərf eləsə, zəhmət çəksə, Allah nəticəni verəcək. Deməyəcək ki, bu kafirdir, bu müsəlman. Rəhim o deməkdir ki, Allah axirətdə yalnız möminlərə mükafat verəcək. Artıq dünya bitdi, rəhmaniyyət bitdi, rəhimiyyət başlayır. Hacı, siz fikir verirsinizsə, Rəhman və Rəhim sifətləri, Bismillahdan sonra dərhal o da Rəhman və Rəhim sifətləri gəlir. Yəni, Bismillahirrahmanirrahim, Allahın adıyla, o Allah ki, Rəhmandır, Rəhimdir. Orada da qabağa salınır. Yəni, Allahın nə qədər adları var, nə qədər sifətləri var, onların hamısından bu iki sifət qabağa salınır. Nəyə görə belədir? Ümumiyyətlə, Allah sevdiyi üçün yaradıb, sevmədiyi üçün yaradıb. Sevdiyi üçün. O sevgi rəhmətdir. Allah bizi xoşbəxt eləmək üçün yaradıb, bədbəxt olmağımız üçün. Allah bizi cəhənnəm üçün yaratmayıb ki, bizi cənnət üçün yaradıb. Biz uzun müddət cəhənnəm üçün çalışıb, beynimizi şeytanın ixtiyarında qoyuruq, sonra şeytan bizim beynimizə təlqin edir ki, sən Allah niyə cəhənnəm üçün yaratdı? Allah cəhənnəm üçün yaratmayıb. Allah Teala bir dənə söz deyir. Deyir ki, mənə doğru gəl. Gör sənə nələr verirəm. Biz əlimizdən gələni edirik ki, ona doğru getməyək, sonra da deyinirik, şikayət edirik ki, Allah məni niyə cəhənnəm üçün yaradıb? Allah hansı mömini cəhənnəm üçün yaradıb? Allah Teala hansı düz adamı cəhənnəm üçün yaradıb? Allah Teala hansı vicdanlı adamı cəhənnəm üçün yaradıb? Hansı namuslu, qeyrətli, ədalətli, şücaətli, mərhəmətli, mürüvvətli insanı cəhənnəm üçün yaradıb? Mümkün deyil. Cinayətkarlar öz cinayətlərinə bəraət qazandırmaq üçün deyirlər ki, Allah məni niyə cəhənnəm üçün yaradıb? Onların öz problemidir. Ona görə görürük ki, mərhəmət əsas yeri tutur. Bu hədis ki var ki, səbəqət rəhməti qədəbi, rəhmətim, adətən belə tərcümə edilir, rəhmətim qəzəbimdən çoxdur. Allah Teala buyurur, rəhmətim qəzəbimdən çoxdur, söz yoxdur orada.
Səbəqət yəni öndədir. Rəhmətim qəzəbimin komandiridir. Hacı bir də üzr istəyirəm. Bunu yadda saxlayın. Bu rəğaib gecəsi haqqında elə suallar verirlər bu gecənin əməlləri. Əzizlər, bəli, bu gecə rəvayətlərdə var ki, rəğaib gecəsidir, arzular gecəsidir, dua eləyin, namazı var filan. Amma yadda saxlamaq lazımdır ki, bütün bunların başında Allah mərifəti dayanır. Yəni bu gecənin bəlkə də elə ən gözəl söhbəti təvhid söhbətləridir ki, biz namaz qılanda, dua edəndə bilək ki, kimlə danışırıq, kiminlə idrakımız olsun, mərifətimiz olsun. Ona görə bu söhbətləri yaxşıca dinləyin və o təsirlə, o ab-hava ilə gedin namaz qılın, gedin dua eləyin ki, inşallah Allah qəbul eləyər. Amin. Buyurun. Allahın rəhməti qəzəbinin öndəridir, qəzəbinin lideridir. Allah Teala birinə qəzəb edəndə bizi kimi qəzəb etmir ki, ondan qisas alsın, onu incitsin, ürəyi soyulsun. Belə şeylər yoxdur Allah Teala. Allah Teala qəzəb edir ki, onun tərbiyəsi üçün bu qəzəb lazımdır. Ya cəmiyyətin bunun belə deyək, şərrindən amanda olması üçün bu qəzəb lazımdır. O da rəhmət əsaslanır. Bir zalıma cəza verirsə Allah Teala, məzlumun ürəyinə şəfadır o. Məsələn, bir nəfərin balasını biri öldürübsə və rahat gəzirsə, Allah ona cəza verirsə, o ananın ürəyi təskinlik tapır. Yəni qatilə cəza verirsə, ananın ürəyi. Yəni Allah Taala'nın rəhməti öndədir. Nə edirsə rəhmətin əsasını edir. Biz acıq eləyirik, biz küsürük Allahdan. Çünki özdə küsməyimizin də çox qəribə bir gülünc forması var. Biz Allahdan niyə inciyirik? Baxın, sözün kökünə gedin. İşin mahiyyətinə diqqət yetirin. Biz Allahdan bu iddialarla inciyirik. Niyə mənim nəfsimə əməl eləmirsən? Allah'a sözümüz budur. Niyə mənim nəfsimə əməl eləmirsən? Mənim ürəyim bunu istəyirsən, bunu niyə eləmirsən? Yəni Allah'a Allahlıq eləmək istəyirik. Ki, mən deyən kimi idarə elə. Məni və digərlərini mən deyən kimi idarə elə. Sən özündən niyə idarəçilik çıxardırsan? Ay Allah! Mən qalmışam burada, mən ağıl etablonu, ağıl meyarı qalmışam burada, sən özün gedib, mən deyəni elə. Estağfurullah, bu mənası budur. Allahın rəhməti qəzəbindən də öndədir, hər şeydən də öndədir. Baxın, elə namaza baxın, Fatihə sözünə. Elə olsaydı daş üstə qalmazdı. Əlbəttə ki, hərənin nəfsinə uyğunum. Bismillahirrahmanirrahim, Rəhman və Rəhim Allahın adıyla. Gəlir, əlhamdülillah, gözəl sözlər Allaha məxsusdur. Niyə? Çünki Rəbbül aləmin. Bütün aləmləri o bəsləyir, o təmin edir, o yiyə çıxır, o sahib çıxır. Yenədir, Ər-Rəhmanir-Rəhim. Bütün Rəhman və Rəhimdir, mərhəmətlidir. Sonra deyir, Məlikiyyə din gününün sahibi. Ki, insan qorxmasın. Rəhmət, mərhəmət, rəhmət, mərhəmət, rəhmət, mərhəmət, Rəbbül aləmin filan. Alimlərdən biri çox gözəl izah da verir də. Burada deyir ki, Allah buyurur ki, əlhamdülillah. Mən sizə deyirəm ki, bütün gözəl sözləri mənə məxsus edin. Bəndənin beynində sual doğur. Niyə? Xeyr ola. Niyə mən səni tərifləməliyəm? Çünki Rəbbül aləmin. Rəbb mənəm. Bəsləyən mənəm. Sən təminatçın mənəm. Mən olmasam acından ölərsən. Bəzi insanlar var, bununla razılaşmır. Mərhəmətlə razılaşır. Buyur, Ər-Rəhmanir-Rəhim. Mərhəmətli mənəm. Bəzi insanlar var, qüdrətlilərdən qorxur. Deyir, Məlikiyyə ümiddin, qüdrətli mənəm. Sən hansı parametrdən baxırsan, bax, əlhamdülillah. Həmdə sənə Allaha məxsus. Çünki qüdrətli də odur, mərhəmətli də odur, Rəbbil aləmin də odur. Nə istəyirsən? Sən bu dünyada birinə niyə hörmət edirsən? Gətir o meyarı, gör Allahda var ya, yox. Ona görə qul auzu bi rabbin nas, malikin nas, ilahin nas. Kral odur, padşah odur, xaliq odur, insanların məbududur, insanların Rəbbi odur. Yəni hansı tərəfdən baxsan, yenə də ona tərəf getməlisən. Orada da bir söz deyim, yaxşı yadıma saldınız. Fələq surəsindədir, qul auzu bi rabbil fələq. Bəli. Sübhün Rəbbinə sığın. De ki, sığınıram sübhün Rəbbinə. Başlayır, nədən sığınıram? Cadugərlərdən, gecənin belə şərrindən filan. Paxıllardan. Paxıllar nə qədər mühümdürsə, Allah Teala ayə göndərir ki, paxıllardan Allaha sığının. Amma bu insan cildində olan şeytanlar var, onlar necə təhlükəlilərsə, orası çatan deyir ki, qul auzu bi rabbin nas. Cəmaatın Rəbbinə sığın. Məlikin nas, cəmaatın kralına sığın. İlahin nas, min şərli vəsvasil xənnas.
o gizlin pıçıldayan bu yaxşıdır, bu nə elə, sən bunu məhv elə filan. Və xənnas deyirlər, o oğruya deyirlər ki, bir ayağın qoyur evə, görür toxunan yoxdur, girir. Görür toxunan var, qaçır. Gizlin. Əl-ləzi yuvəsvisu fi sudurin nas. İnsanların sinəsində vəsvəsə ilə minəl cinnəti və nas. Həm cinlərdə olan vəsvasıllardır və həm insanlarda olan. O qədər təhlükəlidir ki, deyir bu bir sifətə sığınma. Çox sifətə sığın. Təhlükə böyüdür. Yəni cadugərdən də pis bu şeytan dilində girmiş insandır. Paxıldan da pis şeytan dilində insan dilində girmiş şeytandır. Qərəz Rəhman-ı-Rəhim Allah Taala'nın yəni mərhəmətindən yaradıb. Allah bir sənətkar sevmədiyi bir şeyi niyə yaratsın? Gətirib sənətkara pul verir, deyir ki, bir dənə, məsələn, şairdir. Gətirib pul verir, deyir ki, bir dənə filan mövzuda şeir yaz. Güzel pulu qaytarır. Niyə qaytarır? Deyir ki, burada yaza bildim. Sevmədim bu mövzunu. Aktyordur. Bir senaryo verirlər onu, deyir, sevmirəm bu mövzunu. Heç oynamıram. İndi Allah Teala sevməyibsə bizi niyə yaratsın? Sevib ki yaradıb. Bizlər ki bəzən məcbur oluruq, bəzən nəysə məsələn Allah Teala tam azaddır. Gəlir məsələn mən işçiyəm, nə bilim, rəssamam, ya dülgərəm filanam. Gəlib mənə pul verir ki, məsələn mənim istədiyim budur, bunu elə. Mən də pulun xatirinə, qazancım xatirinə bunu elə. Amma Allah Teala'nın nə məcburiyyəti var. Ona görə də bizim nifrət etdiyimiz adamları da Allah Teala sevir. Hətta o zalimlar ki var zülm eləyirlər ki əslində onlara qarşı mübarizə aparmaq lazımdır, onları cəmiyyətdən kənarlaşdırmaq lazımdır. Onları da Allah sevir. Sevdiyi üçün bizə deyir ki, onları vurun, onlar özlərini də bədbəxt eləyirlər. Onlar özlərini bədbəxt eləyirlər. Qoymayın daha çox bədbəxt olsunlar, özlərini daha çox məhv eləsinlər. Ər-Rəhman-ər-Rəhim. Ona görə hər dəfə Rəhman qabağa keçir. Bəli. Rəhmaniyyət dünyada, rəhmaniyyət ahirətdə. Sonra buyurur 23-də 23-cü ayə, Həşr surəsinin 23-cü ayəsi. Huvallahu'l-lezî la ilahe illahu. Yəni onunla başlayır. Odur vəssalam. Qalanlar o var ol dediyi üçün var olub. Diqqət, biz Allah'tan qeyrisini, görürsünüz mütləq anlamda deyirəm. Biz Allah Teala'dan qeyrisini məhz Allah'a bağlı olduğu üçün qəbul etməliyik. Yoxsa haqsızlıqdır. Yoxsa bizim gözümüzdə heç nə olmamalıdır. La ilahe illahu. Ondan başqası yoxdur. Əl-Məlik. Ancaq huvə Allahın zatından xəbər verir də. Yəni əslində o. Ya bu kəlmələr ki biz deyirik ki, adlar məsələn Allah, Cəbbar, Rəzzaq, Rəhman, Rəhim. Bunlar insanların düzəltdiyi kəlmələrin qəlibləridir də. Yəni müəyyən mənanı ifadə edir. Amma ola bilər ki, bu kəlmələr o mənanı tam əhatə edə bilməsin. Elə həqiqətlər var ki, kəlmələr acizdir. O mənaları öz tam mənasında ifadə, kamil formasında ifadə etsin. Elə ona görə deyirlər ki, əslində Quran-ı Kərim ki, Allahın yanında bir elmdir. Bəli. Lədəynə aliyyun azim. O Allah yanında bir elmdir. O deyir ki, mərtəbə enib nazil olub. Onun ən aşağı forması Quran-ı Kərim təvəllüdür. Sadələşib bu kəlmələr qəlbinə girib, bu elm, bu anlayış, bu məna kəlmələr formasına, qəlbinə girib və asan biz başa düşək deyə. Bəli. Amma o deyil. Yəni onun həqiqəti tam olaraq. Daha doğrusu təkcə o deyil. Bəli də, yəni o bir ipdir. Məsələn, buradan bir hissəsidir. Bəli, burada yuxarıdan sallanıb, ipin bir ucu Allahdadır, bir ucu sallanıb bizə tərəf ki, yəni buradan tutun, oraya gedin. Çünki oraya gedə bilməsiniz, elə qəlib formasında qalarsınız. Sami müəllim, o ip dedizə, Hablullahil mətin və atəsimu bi hablillahi cəmiən və la təfərrəqu. Hamlıqla Allahın ipindən yapışın və dağılışmayın.
Bəli. Bu dağılışmanın sözündə çox böyük bir hikmət var. Allah Taala demir ki, hamılıqla Qur'an-ı Kərimi başa düşün. Mümkündür insanların bütün üzvləri Qur'anı başa düşsünlər, amma pərakəndə şəkildə, dağılıq şəkildə. Deyir, o Allahın ipindən yapışmaq deyil. Hamılıqla eyni mərifəti tapsanız Allahın ipindən yapışmaqdır. Hamılıqla bir dəfəli, yəni nəinki yarısı öz aspektindən baxsın Qurana, yarısı öz aspektindən, sonra desin ki, ilahi buyurmuşdun Qurandan yapış, mən də Qurandan yapışmışdım. Hamımız yapışmışdıq. Buyurur, onu istəmirəm. Mən dedim, vəla təfərrəqu. Bu namaz deyil ki, deyəsən ki, hər kəs namazını qılsın. Oruç deyil, deyəsən hər kəs orucunu tutsun. Bu vəhdətdir, buyurur. Hamılıqla yapışsanız o ip qırılmaz olacaq. Bəli, bəli. Hamılıqla. La təfərrəqu, dağılışmayın. Gözəl. Yoxsa hərə öz eynəyini taxsa gəlsə, mən də Quran oxuyuram, mən də Quran başa düşürəm, hərənin öz Quran olacaq. Acı, indi bu huvə, məsələn, burada da Bəli. İndi o mövzuya qayıdıq, bəli. Huvə ilə Huvə əvəzli idi. aha. İşarə əvəzli. Allah təbii ki, işarə eləmək olmaz. Bizim dilimizdə danışır Allah Taala. Allah Taala'nın adları siz buyurduğunuz kimi biz insanların Allah Taala'nın əməllərindən anlaya biləcəyimiz adlardır. Bu bir. Ki din dilimdə intizai deyirlərdi ona. Yəni biz Allahın bir işinə baxıb deyirik ki, o qadirdir. Başqa bir işini görüb deyirik ki, o alimdir. Üçüncüsünü görüb deyirik, xaliqdir. Əslində Allah Allahdır. La ilahe illahu. Bu bir məsələ. İkinci məsələ, Allah Teala da bizim dilimizdə bizimlə danışdığı üçün bu adları bizə başa salır. Bunun siz deyən kimi nazil forması. Gecə bir üstü təbəqəyə. Allah Teala'nın adlarının əsl mahiyyəti formal ad deyil bu bir. Bəli. Söz deyil bu iki. Bəli. Məfhum deyil bu da üç. Məqamdır. Aha. Allah Teala'nın adları məqamlardır ki, Allah Teala hakimiyyətini bu adlarla idarə edir. O ki deyirlər, övliyaların hər biri Allahın bir adının məzhəridir. Yəni biri, məsələn, Əli əleyhissalam. Döyüş meydanında Allahın qəhhariyyətinin məzhəri idi. Qalib idi. O çıxış yolu ayəsi ki var, səhv eləməsəm Təhrimdədir, buyurur ki, mən yettəqiləyəcəm. O da ki, innəllaha qalibun alə əmri. Allah öz işinə qalibdir. Baliğun ala. Baliğun alə. Allah öz işinə, yəni işinə çatdırandır. Sona çatdırandır. Yəni Allah Taala'nın işi Ərəfdə deyil, bərzəxdə deyil, yəni görəsən, olacaq, elə deyil. Bir işi başladı, sonra çatdıracaq. Əli əleyhissalam oydu. O qəhhariyyətinin, döyüşə hakimliyinin məzhəri idi. Elmdə Əli əleyhissalam Allahın huvəl-alim adının məzhəri idi, cilvəgahı idi. Nədən soruşurlar? Buyurur, göylərin yolundan soruşur, yollarını soruşun məndən. Yerlər nədir? Göyləri soruşun məndən. İbadətdə Allah Teala'nın şəkur sifətinin məzhəri idi Əli əleyhissalam. Daim şükür eləyirdi. Həyatından təşəkkür tökülürdü. Allah'a etiraz, Allah'tan narazılıq adlı bir şey yox idi. Allah'ın razılığına görə canın verirdi, hər şeyin verirdi. Və s. və ilaxır. Yəni o hədislər ki deyilir, Ayətəl Kürsüdə Allahın ismi əzəmi var. Bəzi hədislər deyir, Bismillahirrahmanirrahimdə Allahın ismi əzəmi var, böyük adı. Bəzi hədislərdə var ki, Həşr surəsinin son 3 ayəsində elə oxuduğumuz ayələrdə Allahın böyük adı var. O böyük ad söz deyil ki, abrakadabra deyil ki, məsələn, deyəsən, fil-filo eləyəsən, göz közü. O bir məqamdır. Deyir,
اگر انگشت سلیمانی نباشد چه خاصیت دهد نقش نگینی. Eğer barmaq Həzrəti Süleymanın barmağı deyilsə, o üzüyün qaşını nə qədər sürtürsən sürt, o əhəmiyyəti yoxdur. O məqamdır, o bir mövqedir. Qılınc həmən qılıncdır. Amma qol o bilək o bilək deyil. Şah İsmailin bəstəsi var. Yəni insan Allah Taala'nın nəzərində, Allah Taala'nın nəzərində o məqama çatmalıdır ki, Allah Taala görsün ki, bu adama mən filan elmləri, bacarıqları, qüdrətləri versəm, bu su istifadə eləməyəcək. Onu da verəcək. O bir məqamdır. İndi o məqama çıxış bizdə nağıla çevrilib, düzdür. Amma Quran-Kərimdə Qarışqa surəsi, Ən-Nəml surəsi bilirsiniz, biz Qurana çox belə məzlum eləyirik, estağfurullah, öz nəzərimizdə. Quran-Kərim məzlum olmaz. Allaha məxsus bir kitabdır, məqamdır, məzlumdur. Niyə məzlum ola bilər? Yəni bu bizim Allah özü də məzlumdur. Bizim üçün də indi o təsəvvür olunmur da. İndi o yəni haqqı pozulursa, yox, indi haqqı niyə pozulur? Yəni nə? Yəni belə deyim, məzlumiyyət deyəndə biz nə başa düşürük? Məsələn, Əli əleyhissalam məzlum idi, iş görə bilmirdi. Amma Allah Teala'da bu təsəvvür olunmur axı. Sadəcə bizim nəzərimizdə nəsə olur. İndi biz baxsaq bu mövzulara, məsələn, Quran-Kərimə baxın. Quran-Kərim ümumiyyətlə Süleyman əleyhissalamın o ifrit, Asəf ibn Bərxiyə söhbəti. Sənə qurban olum, ay Allah, bunları mənə niyə deyirsən? Mən Peyğəmbərimizin ümmətiyəm. Peyğəmbərimizdən də onun son 4 əsr keçib. Asıran Quran görəm yazdım ki, Süleyman əleyhissalam oturmuşdu. Dedi, hanı Şanapipi? Dedilər ki, gedib, gəldi, xəbər gətirdi ki, bir bütpərəst, kafir, günəşpərəst qövm var. O qövmün kraliçası müstəqil hesab edir özünü, Allahı da saymır, bütpərəst eləyir, yaxşı imkanları var, böyük taxtı var, yaxşı hakimiyyəti var, taxtına çox güvənir. Süleyman əleyhissalam buyurdu ki, kim onun taxtını özündən qaba gətirər bizim yanımıza? Burada bir ifrit, cinlərdən olan birisi deyir ki, ya Süleyman, sən yerindən qalxmamış onu gətirərəm. Və məlum olur ki, Quran deməsə də məlum olur ki, Süleyman Peyğəmbər bu sürətə razılaşmır, buyurur, geyicdir. Çox qəribədir ya. Yəni, mən yerimdən qalxana qədər geydir. Biraz daha qüvvət öz vəziri qaləlləzi indəhu ilmun minəl kitab, kitabda bir elmi olan deyir ki, ənə atikə bihi qəblən yərtəddə iləykə tərfukum. Mən onu sənin üçün, o taxtı sənin huzuruna, bir göz qırpımından daha tez gətirərəm. Kipriyin gözünün üstünə emməmişdən öncə gətirərəm. Hardan? 80 fərsəxdir Fələstində, o Yəməndəki o Səbəvilərdə, 450 kilometr. Yox, nə 450? İndi o vaxtın kitabları belə yazırdılar, indi bilmirəm mən. İndiki məsələn, dünya hər halda dəyişməyib də, Yəməndən... İndi o harasında yerləşirdi, onu bilmirəm də mən. Hər halda Yəməndən Fələstinə bir ən azı bir 2000 olar, 2000 kilometr olar. 80 fərsəx edilir, bilmirəm indi, hər halda. Ya elə olsa laf sözümüz yerinə düşür. Yəni 10 kilometr, 1 kilometrdə olsa 10 metrlik məsafəni bir göz qırpımından tez aparmaq. Yəni sual, Pərverdigar Rəbbim, mənim nəyimə lazım? Mən bunu neyim? Mənə niyə danışsan bunu? Mən neyim? Başım qoyum mütəkkə, mənə nağıl danışırsan? Bu necə gülünc baxışdı Quran-Kərimə, fikir verirsiniz? Biz görürsünüz, biz Quranı necə məzlum vəziyyətə qoymuşuq, məhcur qoymuşuq. İnnə hadəl qavm innə qavm ittəxədu hadəl Qurana məhcura. Peyğəmbər şikayət edəcək ki, mənim xalqım, mənim ümmətim Quranı hicrana məruz qoydu, ayırdı özündən, uzaqlaşdırdı. Quran bizə ştrixlər verir. Deyir, sən bir, Ulul Əzm Peyğəmbərin ümmətisən. 2. Ulul Əzm Peyğəmbərlərinin ən üstünlüğün ümmətisən. 3.
ümumiyyətlə Allahın yaratdıqlarının ən böyüyünün, ən üstününün ümmətisən. 4. Sən cin deyilsən, məhdudiyyətin olsun. Sən insansan. İnsan cinlərdən daha geniş imkanlara malikdir. Sən görürsən ki, sənin müqəddəs kitabında yazılıb, bir cin Süleyman Aleyhisselam, hansı ki Süleyman Peyğəmbər ulul əzm deyildi. Ulul əzm olmayan bir Peyğəmbərin təlimatları nəticəsində, ulul əzm olmayan Peyğəmbərin təlimatları nəticəsində onu şagirdlik edərək bir cin bu sürətə malik olur ki, dünyanın bir başından digər ucuna bir şəxs ayağa qalxmazdan öncə böyük bir taxta aparsın. Və ulul əzm olmayan Peyğəmbər razılaşmır. Özü də ki, bu cinin təbii xasiyyətidir. Yəni, təbii həyat tərzi budur ya. Yəni, bir var ki, o öz elmi ilə bunu eləsin. Məsələn, qazansın, o məqama çatsın, geçsin, məsələn, bu işin. İndi o mübahisəli də o ifrit nəydi bilmirik də biz. Yox, mübahisəli deyil. Cin surəsində deyir ki, biz gedirik səmaya, danışırıq, dərhal gəlirik bura, hadisələri görürük. Yəni, bunlar səri o seyirdirlər də. Özlərində, amma taxta aparmaq söhbətində. Taxtı da. Yəni, onların o sürəti, hacı, yəni onların təbii həyat tərzidir. Özlərində bəli, amma taxta aparmaq söhbətində mən bilmirəm də onu deyə bilmərəm. Olsun. Demirəm. Amma insan isə ondan daha sürətdir. Bu isə qazandığı bir şeydir. Və kimdən öyrənib bunu? Ulul əzm, şəriət sahibi olmayan bir Peyğəmbərdən öyrənib. Bizim üçün necə imkanlar var? Niyə İslam ümməti üçün belə şeylər nağıl kimi qəbul edilməlidir? Bugün axı bir çox nağıl hesab elədiyimiz şeylərə üzərinə elm damğası vuraraq reallaşdırmışıq. Planetin bir ucundan o biri ucuna video zəng ilə biz müraciət edib danışa bilirik. Necə olur bu? İndi onun daha ecazkar formatını, funksiyasını Quran-Kərim bizə təqdim edir. Hər halda demək istəyirəm ki, Allahın adlarına malik olmaq bu deməkdir. O məqamın var sənin. Yoxsa mən nə qədər səhərdə axşam kimi deyim, huvallah, 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 özüm yorulacam. Niyə? Çünki huvallahın o məqamını yaşamıram. Həyatımda subut eləmirəm ki, la ilahə illahu. Həyatımda mən özüm üçün o qədər tanrıçalar qondarmışam. Pul olub mənim tanrım, nəfs olub mənim tanrım, adətlərin buxovu olub mənim tanrım və s. və ilə axır. Bu müqəddimələri bilmək əslində bizə vacibdir. Məsələn, bayaq indi huvə sözünü siz açıqladınız. Allah kəlməsinin özünün mənası nədir? Yəni, Allah hansı sözdən yaranıb və o sözün hansı mənanı ifadə edir? Yəni, bunları açmadan insanlar o ilahi biliklərə, xüsusilə Allah barəsində o biliklərə sahib ola bilmir. Yəni, bu düzdür, primitiv şeylərdir də, sadə şey, amma açardır bunlar, gərək deyilsin. Primitiv görünə bilər. Çünki bilirsiniz niyə primitiv? Dürətləri deyirəm. Bilirsiniz niyə? Biz bir mövzunu yaşamadığımız zaman o bizə aktual olmur ki. Bizim həyatımızın bir paralelində bir yerdə qalan həyat tərzinin təlimatları bizə nağıl kimi görünəcək də. Biz onu ciddiləşdirmirik axı. O Əli Aleyhisselamın Allaha itaat barəsində sözü var. Buyurur ki, Allaha itaəti üst paltarınız kimi fasiləli, məsafəli saxlamayın. Bədəninizə yapışan paltar kimi özünüzə yaxın eləyin. Sonra buyurur, ondan da yaxın, daxil eləyin batinivizə. Ondan da yaxın, sizin daxili orqanlarınızın arasında olsun təqva, Allaha itaat. Ondan da yaxın, Allaha itaat və təqva sizin işlərinizin əmiri olsun, komandiri olsun. Güzel. O zaman aktual olacaq. Yoxsa elə belə danışacaq, qalacaq kənarda. Hacı, təşəkkür edirəm sizə. Çox gözəl, vacib məsələlərə toxundunuz. Bir xeyli mövzu qalıb, çox maraqlı mövzular qalıb adlar bərəsində. İnşallah gələn söhbətlərimizdə biz toxunacağıq. Bir daha təşəkkür edirəm. Allah razı olsun. Çox sağ olun, Allaha əmanət olun.